9 mart keçirilən imtahandakı verilən suallara baxaq. İngilis dili fənni üzrə. Demək olar bu tip düşəcək. Çünki 15 martda da keçirilən imtahanda da eyni quruluşda düşəcəyini nəzərə alaraq ona görə hazırlaşın. 7-ci suala baxaq. Opposite meanings, yəni əks mənalı sözlərimizi istəyir. Massive'lar ikisi də geniş, böyük mənasındadır. Mild, soft ikisi də yumşaq. Strong, powerful, güclü. Defensive, protective isə qoruyucu mənasındadır. B variantımızdakı previous, next isə buradakı previous əvvəlki, next isə növbəti mənasında olduğu üçün düzgün cavab B variantıdır. 8-də the girl looked at in the mirror. Cümləmizin tərcüməsi nədir? Qız güzgüdə özünə baxdı. Mübtədamız bizdə burada təkdə olduğu üçün, həmçinin qadın cinsi olduğu üçün variantlarımıza baxırıq ki, hansı uyğun gəlir? Təbii ki də D variantımız herself. Ourselves, themselves qoya bilmirik çünki mübtədamız cəmdə deyil. Himself kişi cinsidir. Myself isə mübtədamız biz burada I görmürük. Ona görə qoya bilmərik. 9-da sualımıza baxan kimi görürük ki, complex object mövzumuzdur. Müəyyən qaydalar daha doğrusu feillər keçmişik, əzbərlətmişik. Normalda struktur olaraq sınaqlarda da, həmçinin cimin keçirdiyi imtahanlarda da sual quruluşu necə olur? Bizə expect bu feillərdən birini verir. Daha sonra qoyacağımız feili deyir ki, necə qoya bilərsiniz? Yəni to ilə verərsiniz, ing ilə verərsiniz. Bu cür normalda soruşur. Amma bu sualımıza baxırıq ki, tərsinəsini soruşur bizdə burada. Baxdığımız feil to launch olacaq. Görürük ki, to ilə verib. To ilə işlənəcək complex object verblərimizdə hansılardır? Baxaq. Let yalnız sadə feil istəyir özündən sonra. Məsələn, launch qoysaydıq, burada da launch versəydik, let-i götürərdik. Ona görə 2-ni B, C, Y variantlarımız çıxır. Həmçinin made də həmin feil hissələrindəndir. Ona görə 3-ü də çıxacam. D variantımız düzgün cavabdır. Expected və asked. Daha sonra 10-cu sualımıza baxırıq. Photo which was taken by William was best one. Burada tanışdığımız foto, yəni şəkil, bildiyimiz müəyyən bir şəkil olduğu üçün artikel olaraq Z-ni işlədəcəm. Ona görə A, D, Y variantımı getdim. Qalır. Sonra best görürəm burada. Best də bildiyimiz kimi good, yəni yaxşının 3-cü dərəcə adjective formasıdır. The best olaraq işlədirik cümlədə. Ona görə də düzgün cavabımız C variantı olur. 11-də some of the insects are harmful, others are beneficial. Bağlayıcı istəyir bizdən düzgün. İlk olaraq baxırıq cümləmizin tərcüməsinə. Bəzi həşəratlar zərər vericidir. Bəziləri yararlıdır. Baxırıq ki, harmful, beneficial. Bunları görürük və anında bizə gəlir ki, yəni ikinci tərəf cümləmiz ikinci tərəfə əks mövqedə durur. Yəni təksib etmir. Daha doğrusu əks mövqedə durur da, yəni bu cür. Harmful, beneficial, zərərli, yararlı. Ona görə də because qoya bilmərik. Çünki ikinci tərəfi əgər because qoysaq, ikinci tərəf birinci tərəfi aşağılayacaq. Sonra qoya bilmərik. Çünki səbəb nəticə bağlayıcımızdır bu da. İki tərəfdə təsdiqdə olmalıdır bunu qoymağımız üçün. Sonra qoya bilmərsiniz, əsli qoya bilmərsiniz, but düzgün bağlayıcımızdır. 12-də cümlə qurmağımızı istəyir. Mübtədamız burada. Başlayırıq the girls 2 ilə. Feilimiz 4-də have been making. Nəyi edirdilər? Salad 2, 4, 1. Harda edirdilər? In the kitchen. Daha sonra nə qədər müddətdir? For 20 minutes. 20 dəqiqədir. 5, 3. Düzgün variantımız C variantı. 13-də modal verb'dur. My niece speak French, but my nephew qoyur. Düzgün modal verb istəyir. A variantına baxaq. Can, isn't able. Can birinci tərəfimizə olar. Bura kimi yəni. Isn't able isə cümləmizin mənasına baxmasaq belə isn't able to ilə işlənər. Ona görə A-nı çıxacam. B-də can. Cümləmizin tərcüməsinə baxacağıq buradan. Can speak French. But-a baxırıq ki, ikinci tərəfimizdə but verib. Deməli, bu nə deməkdir? İkinci tərəf birinci tərəfə əks mövqedə duracaq yenə də. Ona görə ikisi də can olmaz. B-ni də çıxacam. C-də is able, yenə də deyirəm, to ilə işlənər. C-ni də çıxacam. D-də can't. İkisi də təksibdə olmaz. Yəni,
bir tərəf təsdiqli olanda ikinci tərəf təkzib edər. İkincini, yəni əks mövqedə durar. Ona görə D-ni də çıxacam. Y-də isə düzgündür. Can, can't. My niece can speak French, but my nephew can't. Deyir ki, əmim qızı, daha doğrusu əmim oğlu məsələn ya da bacım oğlu fransızca danışa bilir. Amma mənim bacım qızım danışa bilmir. 14-də cümlələrin sözlərin mənasını işləyir. To bother, to trust, to alter. To bother narahat etmək, to trust güvənmək, inanmaq, to alter isə nəsə fərqli cür etmək. Baxaq to bother-a uyğun olaraq, baxırıq ki, C uyğun gəlir, qıcıqlandırmaq, kimsə narahat etmək. 1C olur ona görə. 1C-də yalnız A və B variantlarında var. Daha sonra 2-yə A və B variantlarına baxaq. To trust inanmaq idi dedi. A variantımızda da verib. Kiminsə səmimi və yaxşı olduğuna inanmaq. 2-də A olur. Düzgün cavabımız B variantı. 15-də mürəkkəb sözləri tap deyir. A-da baxırıq ki, kilogram 2 sözdür, book, shelf 2 sözdür. Information isə burada şın şəkilçimiz var. Sion şəkilçisini görür. Bu da düzəltmə isim düzəldir. A-nı çıxacam ona görə. B-də airmail, seaman, brotherhood. Airmail və seaman 2 sözdən ibarətdir. Brotherhood-da isə hood şəkilçidir. B-ni çıxacam. C-də gentleman, playground, agreement. Yenə də gentleman və playground-da 2 söz var. Agreement-də isə men şəkilçisini görürəm. C-ni də çıxıram. Postman, darkness, bedroom. Postman və bedroom-da 2 söz var. Darkness-da isə nest şəkilçisi var. Y-də shoemaker, mindset, snowdrop. Hər üçündə də 2 sözdən ibarət, yəni 2 sözdən ibarət isimlərimizdir. Ona görə Y variantı düzgün cavabdır. 16-da do you know when his morning exercises? Cümləmizin tərcüməsinə baxsaq. Deyir ki, o səhər egzersizlərini nə vaxt edir bilirsən və cümlə quruşumuz da indirect question tiplidir. Ona görə də when-dən sonra cümləmizin davamı sual formasında gəlməyəcək. Normal cümləmizi necə qururuq? Nəqli cümləni o cür gələcək. Baxaq, B-də sual kimi gəlir. Y-də sual kimi gəlir. D-də də həmçinin sual kimidir. A və C variantlarına baxırıq. Do you know? Burada he has-danı niyə götürə bilmirik? Çünki done görürük buradakı keçmişdədir, past simple-dadır. Burada isə bizim present simple-dır. Do you. Did you verməyib bizə. Ona görə C-ni çıxacam. A isə düzgün variantımızdır. 17-də how tipli ha əvəzliyinin, sual əvəzliyinin verildiyi cümlənin quruluşunu istəyir. Interrogativ sentensimizdir. Baxırıq. Baxsaq, məsələn, ilk olaraq gözümüzə çarpır ki, C-də did you sign vermək əvəzinə did you signed, yəni şəkilçi ilə verir. Ona görə C-ni verirəm. Səhv verib qrammatik cəhətdən. Did signed düzgün quruluş deyil. How many documents you did signed? Yenə də signed verib. Yenə də çıxıram. A və B qalır. How many documents you signed? Düzgün quruluşumuz isə did you sign? Did ilə işlənir. Yəni ha, ona görə B variantımız da düzgündür. 13-də the professor told his colleague, his students. Burada talk to olur. Yəni talk to, talk with verə bilməli. Talk by olmur. Preposition səhvdir. Yəni to ilə olur. Talk to his colleague about his students. Öz deməli kolleqasına öz tələbələr haqqında danışdı. Budur cümləmizin mənası. Ona görə də D variantı düzgündür. 19-da this river is baxırıq ki, adjective mövzumuzdur. Cümləmizdə də zen gördük. Bu da o deməkdir ki, ikinci dərəcə adjective istəyir bizdə cümləmizdə. Ona görə də A variantını çıxırıq. Çünki sadədir. Birinci dərəcə adjective formasıdır. B-də more, wider, long. More, wider düzgün olub olmasına baxmırsaq belə long burada sadədə verilib. Ona görə B-ni çıxacam. C-də wider, more, longer. Deməli, this river is wider and more longer than that one. Amma biz burada more verirsə more long
olar da, düzdür. Ona görə C-ni də çıxacağam. D-də wider, long, yenə də long sadədə verilib. Y-də isə wider, longer verib. Ona görə düzgün variantımız budur. Daha sonra baxırıq növbəti sualımıza. 20-ci sualımız. Passive, daha doğrusu 20-ci sualımız. Baxırıq ki, bizdə burada deyir ki, hansı cümlələrimiz passive voice-ə çevrilə bilməz. Birə baxırıq. Alice went to the park to read a book. Mübtədamız məlumdur. Went to the park to read a book. Alice parka kitab oxumağa getdi. Bu qalsın məsələn, düzgün olduğunu bilmirsinizsə. Sonra mübtədalarımızı hələ ki müəyyən edir. Hər bir cümlədə bazar düzü burada mübtədadır. 3-də the teacher assessed the presentation about Shakespeare. The teacher. Daha sonra 4-də Sally saw 2 deer in the national park yesterday. Sally də burada mübtədamızdır. Daha sonra tamlıqlarımıza baxaq cümlələrimizdə. 2 deer. Baxın, burada bizim tamlığımızdır. Daha sonra the teacher assessed the presentation. Burada tamlığımızdır. Bazar düzü is the highest peak in Azərbaycan. Burada biz tamlıq görmürük. Ona görə 2-ni çıxacam. Yəni tamlığı biz gətirib mübtəda eləyirik də, düzdür. Passive voice qaydası budur. Passive voice-da bu cür eləyirik. Yəni tamlığımızı tapırıq, tamlığımızı daha sonra gətiririk mübtədanın yerinə qoyuruq. Amma görürük ki, burada tamlıq yoxdur. Ona görə 2-ni çıxacam. A, Y, C variantım gedir. Daha doğrusu çıxmayacam. Bu variantı seçirəm. Can't be changed deyir də, düzdür. Ona görə 2-ni seçəcəm. 2-ni yazıq. Bilək hələ ki. Ona görə D, B və D, B çıxır. A, C, Y qalır. Daha sonra baxıram. 3-dən 4-ü dedim ki, tamamlığı var. Ona görə 3, 4 olanları çıxacam. Y və C variantım çıxır. Qalır A variantım 1, 2. 21-də you had better not buy these shoes. They will hurt you when you... Yəni when-in qaydasını xatırlayın. When-dən sonra nə gələr? Feil olaraq when özündən sonra hansı feili tələb edir? Yəni gələcək zaman istəmir. Ona görə Y-ni çıxacam. Yalnız sadə istəyir də, düzdür. Deyir ki, məndən sonra məsələn when I talk ya da when I bu cürdə, yəni sadə zamanda istəyir. Və biz burada zamanımıza baxırıq. Baxırıq ki, indiki zamandadır. Not by. Görürsünüz, they will hurt. Gələcək verib, səni incidəcək. Gəzəndə səni incidəcək. Cümləmizin mənası budur. Ona görə də biz were walking keçmişdədir çıxacam. Have walk keçmişdədir. C də keçmişdədir. Walk və will walk qalır. Will cümlədə də gəlməz. Yəni when olan cümlə bunu tələb etmir. Yalnız sadə istəyir özündən sonra. Ona görə də B variantı düzgündür. Deməli, 22-də Jane traveled a lot last year. Her sister'dır. Deməli, bu cümlədə edibmi, etməyibmi bunu tapmamızı istəyir. Birinci tərəfimizdə baxırıq ki, təsdiqdədir. Baxı variantlarımıza. So, neither. Neither-ı seçməliyik. Çünki neither mənfi cümlədə işlənir. Ona görə B-ni seçməyəcəm. Əgər neither qoysam, bu deməkdir ki, Jane həmçinin etməyib. Amma burada deyir, edə baxın. Ona görə B-ni çıxıram. C-də həmçinin neither verib çıxacam. But, burada da mənfi mənada vermiş olur. But istifadə eləsəm. And either. Either da əsasən mənfi mənalı cümlələrdə işlənir. Ona görə D-ni də çıxacam. A düzgün cavabımızdır. Daha sonra mətnimiz gəlir. 23-də deyir ki, Harper Lee. Bunu tamamlayırıq mətnə uyğun olaraq. Variantlarımıza baxaq. Had a degree in law before becoming a writer. Deyir ki, yazıcı olmamışdan əvvəl dərəcə alıb, yəni hüquqda. Yəni universiteti bitirmə mənasında deyir, diplom alıb. O da deyir ki, burada da bir cümlə var idi. Deyir ki, she left the university, then decided to pursue her dream of becoming a writer. Deməli,
Bir diplom falan almayıb. Görə çıxacam. B-də founded the newspaper The Rammer Jammer. Bunu saxlayaq. Daha doğrusu, baxın, burada da həmin birinci paragrafın sonuncu cümləsindədir. Lee contributed to the school's newspaper The Rammer Jammer. Ona görə səhvdir bu da. Çıxacam. C-də had a happy and carefree childhood in Monroeville. Happy həyat, yəni xoşbəxt bir həyatı olmayıb. Birinci paragrafa baxsaq yenə görərsiniz. O kitabında da həmçinin uşaqlıq xatirələrindən yazıb. She witnessed hardships, discrimination, ayrı-seçkilik, çətinliklər. Ona görə C-də çıxacaq. D-də always dreamed about getting accepted to a law school. Həmişə hüquq məktəbinə qəbul olmaq barədə bunu deməli xəyal var idi. Həmişə onu xəyal edib. Amma deyir ki, burada həmişə onun xəyal olub ki, yazıcı olsun. Her dream of becoming a writer. Deməli, bu da səhvdir. Y-də isə deyir ki, became interested in English literature in high school. İngilis ədəbiyyat, deməli, məktəbdə İngilis ədəbiyyatına marağı var idi onun. Maraqlanırdı. Bu da, o da birinci paragrafda olmalıdır. Baxın, deyir ki, bunu sileyim, tam dəqiq görəsiniz. Deməli, deyir ki, Lee developed an interest in English literature and became a member of the Literary Honor Society. Y variantı ona görə düzdür. Sonra baxırıq. Hansı sualımız? 24. Deyir, mətn nə haqdadır? Mətndə Harper Lee-dən danışır. Təkcə onun To Kill a Mockingbird kitabından yox, Harper Lee-nin ümumiyyətlə həyatından, nə olub, nə olmayıb bundan danışır. Ona görə də hansı variantı seçirik? An award-winning American writer. A-nı seçirik. 25-də hansı düzdür deyir? President George Bush awarded Lee for her achievements at the university. Deyir, axı, universiteti tərk eləmişdir. Ona görə də buna görə award, yəni mükafat ola bilməz. Yazıcı olduğuna görə vermişdi. Burada da 3-cü paragrafımızda baxsaz, deyir ki, deməli, for her contributions to literature, ədəbiyyata etdiyi töhfələrə görə. Anı çıxacam ona görə. Harper Lee was awarded the Pulitzer Prize for fiction for Ghost City Watchmen. Deməli, bu da 3-dədir. Amma o deməli, To Kill a Mockingbird-ə görə mükafatlanıb. Deməli, şeyə görə yox. Ghost City Watchmen-ə görə yox. Bu kitaba görə. To Kill a Mockingbird. C-də isə Ghost City Watchmen was printed before To Kill a Mockingbird. Ghost City Watchmen kitabı To Kill a Mockingbird kitabından daha əvvəl çap olunub. D-də nə deyir? Harper Lee-nin ilk kitabı yəni uğur qazanmayıb. Amma ən uğurlu kitabı Harper Lee-nin To Kill a Mockingbird olub. Ona görə C-ni çıxacam. Daha doğrusu D-ni çıxacam. Y-də To Kill a Mockingbird has had a great influence on literature. Bu var. Nə deyir? Deməli, this timeless work, baxın, bu da ikinci paragraf, has had a lasting impact. Bura kimi oxusunuz, bilərsiniz. Has had a lasting impact on literature, addressing the topics like injustice, moral growth and empathy. Y variantı düzgün cavabımız olur ona görə. 26-da what an effect on Nellie Harper Lee's writing. Deyir ki, Nellie Harper Lee-nin yazıçılığında, yəni yazdığı əsərlərdə ən çox nəyin effekt olub? Nə təsir edib ona? Birə baxaq. Unfair treatment towards other people. Başqa insanlara qarşı ədalətsiz davranış şəkli. 2-də deyir ki, uğurlu çap olunmuş kitablarının uğuru. 3-də deyir, onun yaşadığı çətinliklər. 4-də isə Literary Honor Society. Qəbul olmaq istədiyim, yəni cəmiyyətdir bu. Cəmiyyətin adıdır. Və burada da görsəz ki, addressing the topic,
like just injustice, moral growth, empathy bu ifadələri görsəz avtomatik siz yazarsınız da cavabını. Yəni 1 düzgün cavabdır və 3. Yazdığı kitablarda da bu mövzulara toxunub. Ona görə də düzgün cavab deyil. 27-də deyir ki, to see or observe something happen ki, nə isə baş verən bir şeyi müşahidə etmək, görmək. Birinci paragrafdan deyir hansı söz ona yaxın mənalıdır. Bunun rəngini dəyişək. Deməli, baxın buradakı witness sözü. Witness doğru cavabımızdır. Yazaq. Deməli, 28-də deyir, ikinci paragrafdan passion sözünə uyğun sinonim tapın. Passion da burada maraq, istək mənasındadır. İkinci paragrafda baxsaz, elə ilk cümləmizdə enthusiasm, yəni maraq, istək bu mənadadır. Bu da buna uyğun söz olur. Enthusiasm. Daha sonra 29-da deyir ki, ən azı 2 söz dəyişməklə cümləni tamamla. Baxın, bu da deməli, hardadır? Burada. Cümləmizi bir dənə silək. Bu cümləmiz də bizim hardadır deməli? She left, baxın. She left the university and decided to pursue her dream of becoming a writer. She left the university-ni verib. And yazım deməli, qeydlərdə yazım daha rahat başa düşün. Baxın. And belə gəleyim. Daha rahat gör. And burada verib ki bizə decided to. Decide'in yerinə yaza bilərsiniz ki choose to, yəni seçib. Choose to pursue her. Pursue də yerinə qoya verə bilərsiniz follow. O da davam etmək deməkdir. Follow her dream qalır. Her dream of yaza bilərik. Her dream of being, becoming yerinə being yaza bilərsiniz. Being a writer. Bu cür. Yəni nəyi dəyişdir? Decide'in yerinə yazdım choose. Choose to yazdım. Person yerinə yazdım follow. Follow daha sonra 2 söz dəyişdik. Yəni bu qədər. Of being də quruluşunu da dəyişdim. Of being a writer yazdıq. Bu qədər. Olsun sualımızda nə deyir? Which childhood dream would you like to realize and why? Hansı uşaqlıq xəyalını gerçəkləşdirmək istəyərdim və niyə? Buna öz fikirlərinizi yazmalısınız. Ən azı 3 cümlə deyir. Burada sizin üçün yazmışam. Ən azı bir nümunə olaraq. Yazmışam ki, məsələndə səyahət eləmək xəyalınız varsa, bu haqda yaza bilərsiniz. I would like to realize my childhood dream of traveling around the world. Nə deməkdir? Mən dünyada səyahət etmək xəyalımı, uşaqlıq xəyalımı gerçəkləşdirmək istərdim. I want to see different cultures and meet new people. Mən müxtəlif deməli mədəniyyətlər görmək istəyirəm. Müxtəlif mədəniyyət görmək istəyirəm və yeni insanlarla tanış olmaq, görüşmək istəyirəm. I believe this dream will help me learn many new things and become more open-minded. Mən inanıram ki, bu xəyalım mənə yeni bir şeylər öyrətməyə kömək edəcək və daha açıq fikirli olmağıma kömək edəcək. Yəni bu cür. 3 cümləni yazmışam. Ən azı 3 cümlədir. Yəni mən ona görə də minimum olaraq yazdım ki, bir təsəvvürü yaransın ən azından beyninizdə ki, necə yaza bilərsiniz. Siz 3 cümlə yazmayın, lap 5 cümlə yaza bilərsiniz, 6 cümlə yaza bilərsiniz. Yəni içinizdən nə qədər gəlirsə. O anda zaten siz ağlınıza gələni yazacaqsınız da, nə varsa beyninizdə. Əgər yaza bilirsinizsə, esse yazma anlayışınız varsa, esse yaza bilirsinizsə, təbii ki də inşallah yazarsınız. Yaxşı bal da toplayarsınız. Yəni minimal dərəcədə 3 cümlə ilə bu cür yaza bilərsiniz. Yəni bu qədər.